Salam değerli vətəndaşlar, siyasi bloger Elnur Əliyev. Evinin sökülməsini etiraz eden xanım polislerin karşısına baltayla çıxdı. Hakkımı talep ediyorum. Denizden şaşasın. Denizden Haqqını tələb edən, evinin sökülməsinə etiraz edən Tünzalə Azadəliyevadır. 1988-ci ildən Ermənistandan qaçıb Bakıya pənah gətirən Tünzalə Azadəliyeva elə o vaxtdan Xotor masivində yolun kənarında yerləşən yaşayış evlərinin birində özünə yaşam şəraiti kompensasiya almadığına görə evinin sökülməyinə razı olmayan Tünzalə Azadəliyeva isə evinin sökülməsinə icazə vermir. Etirazından sonra onun evinin sökülməsi müvəqqəti olaraq dayandırılır. Sen evin orada sen Çekil bunu. Çekil. Çekil. Oradan gelen skora. Söküntüyə rəhbərlik edən Bakı İcra Hakimiyyətinin işçisi Zülfə İsmailov isə kameramıza danışmasa da evləri sökülən sakinlərə kompensasiyaların verildiyini deyir. Həqiqətən də xəcalət çəkir. Doğrudan da Azərbaycan vətəndaşı olasan, Azərbaycanda rahat nəfəs ala bilməyəsən. Haqların, hüquqların pozula, insan haqları olmaya, demokratiya olmaya, müstəqilliyi olmaya. İlham Əliyev də baxıb matişkə kimi, qəhbə arvadlar kimi dişlərini ağardır. Deyir, onsuz da qoyun kimi bir şeydilər də, neynirəm, eləyirəm, yenə də qalxıb eləmirlər üstümə. Qalxan da ki, gəlir, onunla bununla şəkil çəkdirir, çıxır gedir. Götə-girəndilər də İraq yaxşılarından. Ay xalqım, bu günlərdə hamımızın qapısını gəlib döyəcəkləri, hamımıza bax beləcə işgəncələr verəcəklər. Qalxağın öz haqlarımızı, öz hüquqlarımızı tələb edəyək. Azərbaycan Respublikasının demokratiya və müstəqilliyi uğrunda mübarizə aparağım.